Azərbaycanı bizim ölkəmizdən kənarda çoxlu riyaziyyatçı, fizik, müxtəlif elm sahələri üzrə alimlər təmsil edirlər. Və bunların sayı onlarladır. Lakin biz bunlardan yalnız ikisinin adını əzbər bilirik. Bunlardan biri Abbas Sayxovskidir, ikincisi isə Akademik Lütfuzadədir. Lakin mən Azərbaycanı ölkədən kənarda təmsil edən 5 böyük riyaziyyatçı alimin sizə təqdim etmək istəyirəm. 1. Məsud Əfəndiyev. Almaniyada çalışır. Münxendə açılmış Helmholtz adına elmi tədqiqat mərkəzinin dinamik sistemlər şöbəsinin müdürüdür. Almaniyada Humboldt mükafatının laureatıdır və riyaziyyata verilən ən böyük mükafatı alan yeganə Azərbaycanlıdır. 2. Sabir Hüseynzadə Moskva Dövlət Universitetinin ali həndəsə üzrə bitirmişdir. Ali həndəsə üzrə professordur, tanınmış alimlərdən biridir. Eyni zamanda Moskva Riyaziyyat Müəllimləri Assosiasiyasının katibidir. Dövlətdə adlı mütəxəssislərdən biri sayılır. 3. Aqidə Məmizadə. Virginiyanın Redford ştatında çalışır və orada riyazi sistemlər və statistika məsələləri ilə məşğul olur. Professordur və çoxlu böyük ilklərə və tədqiqatlara imza atmışdır. Məhz onun tədqiqatları nəticəsində həmin universitet 2,2 milyon dollar deməli qrant qazanmışdır. 4. Mübariz Qarayev Meksikada çalışır. Meksikada baş elmi işçi rütbəsində çalışmasına baxmayaraq ondan artıq riyazi sahələrdə elmi tədqiqatlara və ilklərə imza atmışdır. Və ən nəhayət 5. Kamal Sultanov Bakı Dövlət Universitetini qurtarmış və eyni zamanda həmin universitetdə də çalışmışdır. Lakin buna baxmayaraq 3D modelləşdirmə, 3D modellərin qavranılması və işlənməsi üzrə müxtəlif riyazi modellərin işlənməsində ad çıxartmışdır və xüsusilə həll edilməz disturların həlli sahəsində universitetə 1 milyon dollar qrant və layihə qazanmış, özü də həmin məqbərdə mükafat almışdır.